Bir ölkədə 2012-2020-ci illər ərzində gənclərin beynəlxalq innovasiya layihələrində iştirak sayı araşdırılmışdır. Statistik məlumatlara görə bəzi illərdə müxtəlif iqtisadi və sosial səbəblərdən iştirak sayı azalsa da, sonrakı illərdə proqramların genişləndirilməsi nəticəsində davamlı artım müşahidə olunmuşdur. Gələcək Liderlər proqramında iştirak edən gənclərin sayı 2016-cı ildə əvvəlki ilə nisbətən 8% artmış, 2017-ci ildə isə artım əvvəlki ilin artım tempindən 3 dəfə az olmuşdur. Sualın davamını oxuyandan sonra və bizdən soruşduğunu oxuyanda görürük ki, bu ilk iki cümlə bizə lazım olmur. Bunu soruşmur. 2017-ci ildə proqramda iştirak edən gənclərin sayı 4 rübə bölünür. Birinci rüb, ikinci rüb, üçüncü rüb və dördüncü rüb. Deyir, birinci rübdə ikinci rübdən 12% az. Birinci ikincidən 12% az. Üçüncü rübdə ikinci rübdən 6% çox olmuşdu. 3 2-dən 6% çox olub. Və dördüncü rübdə iştirak sayı üçüncü rübə nisbətən 10% çox olmuş. Həmin rübdə, yəni dördüncü rübdə 16.200 nəfər iştirak etmişdir. Deməli, dördüncü rübdə 16.200 nəfərdir. Bu, əvvəlki rübə nəzərən, üçüncü rübəyə nəzərən 10% çoxdur. Əgər biz üçüncü rübü 100% götürsək, dördüncü rüb bundan 10% çox, 110% olub. Onda üçüncü rübə 1x yazaram. Ki, görüm hələ üçüncü rübdə nə qədər imiş ki, bu 10% artıb 16.200 olub. Biz burada bunu çarpaz vurası olsaq, bu bizə verəcək 14.727.3. 14.727.3 üçüncü rübündür. Bu da üçüncü rübdə ikinci rübdən 6% çox olmuşdur. Yəni, ikinci rübü biz 100% götürəsi olsaq, üçüncü rüb bundan 6% çox, 106% olub. Ədəd olaraq da, bax bu gördüyümüz ədədə, yəni nə qədər? 14.727,3-ə bərabər olmalıdır. Onda ikinci rübü tapanda bir x yazaq və bu tənliyi həll eləyib. Tapaq ki, üçüncü rübdə bu əvvəlki rübə nəzərən 6% çox olaraq 106%-i 14.727,3 olubsa, ikinci rübü 100%-dirsə, ikinci rübü nə qədərdir? Çarpaz vurub buradan x-i tapsaq, bu bizə, yəni ikinci rübün qiyməti bizə verəcək 13.893,7. İkinci rübün qiymətidir. Bu birinci rübdə ikinci rübə nəzərən 12% az olub. 12% az olub. Əgər ki biz ikinci rüb bizə verib ki, birinci rübdə ikinci rübdən 12% az. Əgər ikinci rübü, bax bunu 13.893,7-ni 100 götürsək, birinci rüb ikinci rübə nəzərən 12% az. 100-dən 12 çıxarıq. 88% isə görək nə qədər imiş? Bir dənə x də buraya yazıram. Və bunu çarpaz vurub hesabladığımız zaman bu bizə 12.226,4 verəcək. Baxın, hər birini üçün qeyd edirəm. Birinci rübdə 12.226,4. İkinci rübdə 13.893,7. Üçüncü rübdə 14.727,3. Dördüncü rübdə isə göstərici 16.200 imiş. Və sual olaraq soruşur ki, verilənlərə əsasən 2017-ci ildə Gələcək Liderlər proqramında iştirak edən gənclərin sayı, görək nə qədərdir? Bu dördünün cəmi. Dördünü də toplayırıq. Topladığımız zaman bunun hamısını toplayaq. Görək bizə nə verəcək? Bu bizə 57.047 verir.
Həmin göstərici innovasiya layihələrində iştirak edən iştirakçıların 2017-ci ildəki göstəricisindən necə fərqlənir? İndi neçə dəfəmi çoxdur, yoxsa neçə faizmi çoxdur? 2017-ci ildə göstərici 6561.5-dir. Bu ədəddən böyük ədədi kiçik ədədə böləndə təxminən 8,7 dəfə çoxdur. 8,7 dəfə çox olan D variantıdır. Əgər faizlə olaraq soruşsaydı, onda bu ədədə nəzərən neçə faiz çoxdur deyəndə nə edirik? Bu ədədi götürürük 100 yazardıq, buna da bir x yazardıq. 100 neçə olsaydı aradakı fərqi tapardıq. Məsələn, 800 neçə faizsə və yaxud 900 neçə faizsə alınırsa 800 neçə faiz alınır? 870 faiz. Və o da 8,7 dəfə yenə də çox olmuş olacaq.